Bir il sonra harda olmaq istəyirsən, bu sualı özünə verməyin indi əsl vaxtıdır. Gələcəyinin formalaşdığı əsas dövrlərdən biri olacaq. Səhvlər və fürsətlər bir yerdə olacaq, amma yaxşı və ya pis olmağı sənin seçimindən asılıdır. Ən qısa və effektiv 4 üsul ilə özünü və düşüncə tərzini dəyişə biləcəyini öyrən. Gələn ilin sonunda hansı nailiyyətlərinlə qürur duymaq istəyirsən? Tələbəlik, iş və ya şəxsi inkişaf sahəsində konkret bir məqsəd seç. Məsələn, 6 ayda yeni bir bacarıq öyrənəcəm və ya peşəkar sahədə ilk iş təcrübəmi qazanacağam. Strateji plan yarat. Həyata keçirə biləcəyin məqsədləri qeyd et və hər bir məqsədi daha kiçik addımlara böl ki, motivasiyan yüksək olsun. İlk öncə bir kurs seç və ona fokuslan. Prioritetlərini təyin et. Hansı hədəflər sənin üçün daha vacibdir? Gündəlik 2-3 əsas hansı işləri görəcəyini müəyyən et və diqqətini tamamilə onlara yönəlt. Onlayn kurslar, şəbəkələşmə və istənilən təcrübə səni digərlərindən üstün edəcək. Bu ili boş və məqsədsiz keçirmə. Öz xeyrinə çevir. Növbəti dekada sən zirvədə ola bilərsən. İndi başlasan, sloqanın belə olsun. Qərar ver və hərəkətə keç.